Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtondayıq və Amerikanın nüfuzlu təhsil ocaqlarından biri olan George Washington Universitetində Heydər Əliyevin anım günü ilə bağlı Azərbaycanın Amerikada yerləşən səfirliyi tərəfindən anma mərasimi keçirilir. Doğrudan gözəl şəkillərdir. Yaxşı tapmışsınız. Can bəy, onların bu kaseri indi qoyubuz Muşun muzeyində, Texasda. O vaxtda bu Maine'daydı da bu görüşdünüz, değil mi? Şimaldaydı bu görüş yukarıda. Siz de buradasınız da. Ben de buradaydım. Bu çok iyi kalmış. Hususi görüşüydü. Bir buranın görüşü değil, bir mən edin, bir de dilərler. Böyle başka hiç kesin yok. Это на ранчо. Yok, bu yukarıda. Ranço değil. Maine'də, yukarıda. Summer Residence. Residence öz evidir. Hindekdə qaldı, şimalda. Tədbirdə səfirliyin əməkdaşları, Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan dövlət rəsmləri, burada yaşayan Azərbaycanlı icmanın üzvləri, eləcə də müxtəlif universitetlərdə təhsil alan Azərbaycanlı tələbələr iştirak etdi. Mərasim, ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ulu Öndərin Vaşinqtona gəlib, Amerika-Azərbaycan münasibətlərini necə dərinliklə, necə özəlliklə, necə geniş anladığını və irəli apardığını şahidlik etmək mənə nəsib olmuşdur. Tədbirdə giriş nitqi ilə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim çıxış edərək diplomatik karyerasının Amerika Birləşmiş Ştatlarında başladığını və ümummilli liderin iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün gördüyü işlərə şahid olduğunu qeyd etdi. O bildirdi ki, Vaşinqtonda 8 avqust görüşündən sonra iki tərəfli əlaqələrdə növbəti mərhələ başlayıb. Lakin bu əlaqələrin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bizim üçün Cənab Prezidentin rəhbərliyi altında xüsusilə də 8 avqust tarixi görüşdən sonra növbəti mərhələ deyə bilərik ki, başlamışdır. Amma təbii ki, onun növrəsi o zaman qoyulmuşdur. Tədbirdə iştirak edən ADA Universitetinin rektoru Səfir Hafiz Paşayev çıxışı zamanı Azərbaycanın bu ölkədəki ilk səfiri kimi o dövrdə gedən çətin siyasi proseslərdən və Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində iki tərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışdı. O, Heydər Əliyevin 1994, 1997 və 1999-cu illərdə Amerika Birləşmiş Ştatlarına səfərlərə hazırlıq prosesində və Heydər Əliyevin Amerika Birləşmiş Ştatları siyasətçilərində yaratdığı xoş təəssüratdan bəhs etdi. O bildirdi ki, Ulu Öndər vətənini sevən güclü diplomat idi və Azərbaycan diplomatiyasının bugünkü uğuru da o dövrdən başlayır. Bunları danışır, sonra gene Palon oradaydı. Bir de Wolf var onda. Onlar bir ahırda danışıqın axırında dedi ki, yox da siz gərək milletin arzusunu nəzərə alasınız, verəsiniz Qarabağı. Oradan belə çıxanda ne adamlar, ne başa düşürlər, necə bilmirlər, necə qəsdən belə edirlər. Çox məyus idi. Hazırlamışdım çıkışı ama ondan demek vaz geçeceğim. Ona göre ki Hafiz müəllim bugün bu tədbirə həqiqətən də çox böyük bir səmimiyyət verdi. Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazov da tədbirdə çıxış edərək müstəqil olduqdan sonra Azərbaycanın bütün sahələrdə və xüsusilə energetika, neft, qaz sahələrində gördüyü işlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdən və çətin regionda neft, qaz layihələrinin həyata keçirilməsi asan iş deyil. Mən də demək, həmin 90-cı illərdə Avropada ilk açılan Almaniyada Azərbaycan səfirliyində gənc diplomat idi. Və o dövrdə Ulu Öndər Heydər Əliyev Avropaya da
tez-tez səfərlər edirdi. Həmin səfərlərin təşkil edilməsində kiçik də olsa mənim də hansısa bir töhfəm olurdu. Bir gənc diplomat kimi o zaman Avropada dediyim kimi bir diplomatik nümayəndəlik var idi. Ona görə harda tədbir olurdursa Bonn şəhərindən bizi bir komanda şəklində ezam edirdilər və biz orada həmin o səfərin təşkilatı ilə məşğul idik. Və Hafiz müəllimin sözlərinə bir demək, bir sübut kimi onu demək istəyirəm ki, həqiqətən də o dövrdə Azərbaycan yeni müstəqil olmuş bir nisbətən kiçik ölkə idi və bəlkə də Avropa məkanında Avropa liderləri ilə iki tərəfli görüşlərin əldə edilməsi o qədər də asan bir iş deyildi Azərbaycan nümayəndələri üçün. Amma Heydər Əliyevin adı gələndə istənilən Avropa ölkəsinin dövlətin və yaxud hökumət başçısının dərhal razılığını ala bilirdik. Nazir onu da bildirdi ki, Ulu Öndər Amerika Birləşmiş Ştatları ilə münasibətlərə önəm verirdi və bunun sayəsində enerji sahəsində böyük beynəlxalq müqavilələr öz imzasını tapıb və gerçəkləşdirildi. Və çox çətin bir mürəkkəb bir şəraitdə neft-qaz layihələrinin həyata keçirilməsi əlbəttə ki, asan bir iş deyildi. Və burada əlbəttə ki, biz Azərbaycan, Amerika Birləşmiş Ştatları münasibətləri haqqında da danışa bilərik. Ona görə ki, məhz həmin dövrdə Azərbaycanın gələcək demək, inkişafında müstəsna rol oynayan neft müqavilələri məhz ABŞ-la strateji əməkdaşlıq vasitəsilə əldə edilmişdir. ABŞ-ın bilavasitə iştirakı ilə bu layihələr gerçəkləşdirilmişdir. Daha sonra Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Amerika parlamentləri arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov çıxışında bildirdi ki, Heydər Əliyevin siyasəti nəticəsində Amerika Birləşmiş Ştatları ilə münasibətlərin genişlənməsi Azərbaycan üçün Avropaya qapıları da açıb.